أعوذ بالله من الشيطان الرجيم. بسم الله الرحمن الرحيم. الحمد لله رب العالمين، والصلاة والسلام على رسول الله الأمين حبيبنا وحبيب إله العالمين أبي القاسم محمد واللعن الدائم على أعدائهم أجمعين من الآن إلى قيام يوم الدين. رب اشرح لي صدري ويسر لي أمري واحلل عقدة من لساني يفقه قولي. صدق الله العلي العظيم. أما بعد يا عباد الله، أوصيكم ونفسي بتقوى الله واتباع أمره ونهيه. Hoş gördük değerli aziz mümin bacılarım ve mümin kardeşlerim. Bugün cümedir, cümemiz mübarek olsun inşallah. Cümede cəm olduğumuz kimi Allah Teala bizleri öz evinde, öz cennetinde cəm eləsin. Her zaman olduğu kimi ilk önce özümü ve sonra sizleri ilahi təqvaya riayet etmeye davet edirəm. Allah'ın emrinde möhkəm olaq, Allah'ın halalın halal, haramın özüm üçün ve gələcək nəslim üçün əbədi haram bilək. Bugün danıştığım xütbəm kamil insan, kamil mümin insanın kamala çatması. Bunlar geniş bir mövzudur ve çalıştığım kadar kısa fikirlerimi qeyd edib sonra cümə namazına inşallah başlayacaq. Görək kamil insan, kamil mümin İslam dininin nəzərinə görə necədir? Bir insanın xoşbəxt olması, saadət əhli olmasının tək yolu Allah'ı yada salmaqdır. Əgər insan həyatda uğur qazanmaq istəyirsə, xoşbəxtçiliyə, saadət yoluna imza atmaq istəyirsə, birinci Allah'ı yada salmalıdır. İnsan hansı işi görürsə görsün, fərqi yoxdur. İstər ibadət etsin, istər dostları ilə və ya qohumları ilə rabitədə olsun, İlk önce Allah razılığını nəzərə almalıdır. Əgər insan dostla, qohumlarla ibadətdə Allah rızası deyilsə, o ibadət, o dostluq, o qohumluq, o səmimiyyət axıra qədər davam edə bilməyəcək. Bütün bədbəxtliklər Allah'tan uzaq olmaqla başlayır. Bir insanın ki həyatı bədbəxtdirsə, deməli o Allah'tan uzaq olub ki bədbəxt olub. Mümkün deyil xoşbəxt adamlar həyatda sonluğu bədbəxt olsun. Xoşbəxt elə xoşbəxt olur, bədbəxt də bədbəxt olur. Bədbəxtçiliyin düsturu Allah'tan uzaq olmaqdır. Kim Allah'tan uzaq olacaqsa, o bədbəxt olacaq. Kim hər işi Allah'a göre edib, Allah rızasını əldə etmək üçün həyatını, yaşayışını, dostlarını, qohumlarını, əzizlərini, ibadətini Allah rızası üçün edəcəksə, bu həqiqətən ən xoşbəxtlərin xoşbəxti olacaq. Deməli, bu dünyada insana Allah'tan yakın hiçbir varlık olabilmez. Bir daha tekrar edirəm. Bu dünyada Allah'tan insana kimse yakın olabilmez. Kısa bir izah vereceğim. Can verme anını görmüşsünüz de. Allah herkesin can verme anını rahat eləsin. Can verəndə onun başı üstə göz yaşı tökənlər yaxınlarıdır. Oğludur,
Kızıdır, kızlarıdır, oğlanlarıdır ve qohum qardaşlarıdır. Ne kadar tibbi müdaxilələr də etsələr öz atasının yaşaması uğrunda, onun həyatının bir saatte artması üçün milyonlarda pul xərcləsə, o ölüm məqamı gələndə mütləq gedəcək. Bütün o məqamlarda insana en yaxın olan Allah'tır. Bilirsiniz niye? 2 saatdən sonra onun canı kağızından, boğazından çıxdı. O qəbrə qoyulandan sonra onun üçün göz yaşı tökənlər onun yanında olmayacaq. Qəbir örtüləcək. İllərlə mən atamsız, anasız, qardaş bacısız qalsam ölərəm deyənlər ölməyəcək. Yaşayacaq da. Nə qədər görmüşük? Qardaş sevdiği qardaşın əlindən verib ölmüb. O qəbrə ki qoyuldu, üst örtüləndən sonra daşlar ki qoyuldu, betonlar ki töküldü, məzar ki tamamlandı, artıq orada Allah'tan başqa ona yaxın olan bir varlıq ola bilməyəcək. O sənə çox yaxın olacaq. Hər kəs səni buraxacaq. Hər kəs səni atacaq. Allah səni tutacaq. Ona göre insan eğer Allah'tan uzaklaşıpsa her şeyini itirib. İnsan Allah'a yakındısa her şeyi var. Allah'a bu kadar yakın olan adam, Allah bu kadar insana yakın olan adam, insan necə qəflətdə yaşaya bilər? Eğer Kur'an-ı Kerim buyurur ve nahnu aqrabun ileyhi min hablil varid, mən sizə şah damarınızdan da yaxınamsa, bizə şah damardan yaxın olan Allah'tan insan qəflətdə olarsa, insan en büyük zalimdir. En büyük zalim insanın özüdür. Niye? Çünkü insan Allah'ı unudur. Allah'ın unudandan sonra başkasını tutabilmez. Allah'ı yaddan çıxardan adamla dostluq eləmək olmaz. Allah'ı unudan adama kız vermək olmaz. Allah'ı unudan adamla rabitə qurmaq olmaz. Eğer Allah unudulursa, bütün hayat məhvə məhkum olur. İnsanın yeganə həyatında rahatçılıq tapan bir yolu var. Bax, sizcə mən sual verirəm sizə. Bir səmimi danışaq. Qardaş kimi danışaq. Hər birinizi həyatda rahat edən nədir, rahatlaşdıran nədir? Biriniz düşünəcəksiniz pul. Adam var, deyir, mənim pulum olsa rahatam. Biri deyir ki, yox, pul deyil. Düşüncələrdə fərqlidir. Biri deyəcək, mənim övladım olsa rahatlaşacam. Biri deyəcək, xanımım ağıllıdırsa, imanlıdırsa rahatlaşacam. Hərəniz bir fikir deyəcəksiniz. Allah'ın sözündən böyük söz yoxdur. Allah bilirsindən buyurur. İnsanı dünyada rahatlaşdıran yeganə bir şey varsa, o da zikirdir. Heç bir şey səni rahat buraxmayacaq. Heç bir şey səni məmnun etməyəcək. Zikir əgər olmasa. Əla bi zikrillah tətməinnul qulub. Ürəklər, qəlblər yalnız və yalnız Allah'ı zikr etməklə aram olar. Ondan başqa bir şey axtarmın. Zikir insanı kamilləşdirir. Eğer zikir olmasa insan kamala çatmaz. İnsan xoşbəxtçiliyə çata bilməz. İnsan saadətə çata bilməz. Bəs bizi Allah'tan uzaqlaşdıran səbəblər nədir? Allah'tan bizi uzaqlaşdıran səbəblər nədir? İndi baxın, gedin restoranlara, iğnə atsan yerə düşməz. Məscidlərə gəlin, insan yoxdur. Niyə? Təbliğat yoxdur, var. Allah zikri yoxdur, var. Ne üçün insanlar batilə tərəf çox gedir? Ne üçün insanlar nahaqa tərəf çox gedir? Kərbalada əgər 14 əsr bundan öncə İmam Hüseynə
qılınc çəkənlərin sayı 30 min idi. Amma İmam Hüseynin yanında olan, haqqın yolunda olanlar 72 nəfər idi. Amma bu günləri haqq nə qədər azdırsa qələbəsi var. Aşura günündə biz bunu dəfələrlə qeyd etmişik ki, Aşura günündə qanın qılınca qələbəsidir. 30 min qılıncı məğlub elədi. Həqiqət qanı, həqiqət dastanı. Bəs necə eləyək biz həyatda kamilləşək, kamil insan olaq, kamil mömin olaq? Necə eləyək inkişaf eləyək? Bizim inkişafımız niyə dayanır? Niyə dayanır? Hər gün yeni modeller çıxır. Hər gün yeni, səhər çağı bir dənə maşın markası çıxır, axşam görsən ki, bir dənə də zavod öz brendin yapışdırır. Deyir ki, artıq mənim zavodum səhər bir maşın, axşam bir maşın, avtomobil cəmiyyətə təqdim eləyir. İnsanın da artıq o brend adı ilə satdıqları maşınlar bir neçə ildən sonra brendsizləşir. 30 min aldığım maşın 10 min olacaq. Və bəzən deyəcəksən ki, kaş ki mən bunu almayaydım. Zahiri tərəf səni alladır. Amma içinə girəndən sonra görəcəksən ki, bunu 3 ildən sonra sata bilmirsən. İnsanların zahiri bəzən şeytanlaşır, ona tərəf gedirlər. İçinə girəndə görsən ki, bu ufunətdən başqa bir şey deyil. Günah adama necə təsir edir? Günah əvvəl ləzzət verir adama. Bir dənə günah məclisi qur, kef verir adama. Elə ki, o günahdan azad olunandan sonra, yarım saatdan sonra peşman eləyəcəksən özünü. Nifrət eləyəcəksən həyatıma. Niyə bu məclisi mən qurdum? Niyə bu mənasız şeylərə mən getdim? Biz niyə sonda inkişaf eləyə bilmirik? Niyə inkişafdan dayanmışıq? Bilirsiniz? Onun bir neçə səbəblərini alimlər təhlil edir. Birinci budur ki, bizim inkişafdan dayanmaq səbəbimiz budur ki, biz özümüzü unutmuşuq. Unutmamısan, unutmuşsan. Bəzən biz deyirdik, mənim olsun, mənim olsun, mənim. İndi deyirik ki, qoy balam üçün yığım. Unuttun, özü unutmadın. Əvvəl deyirdik, mənim olsun. İndi deyirik, yox, balam üçün ev tikim. Balam üçün kapital qoyum. Balam üçün azuqa yığım. İndi artıq sən özünü unuttun, unutmadın. Unuttun. Çox misallar mən çəkə bilərəm. Bunun açıq bir nümunəsini Allah Teala Əl-Həşr surəsinin 19-cu ayəsində buyurur. Ərəbcəsi belədir. وَلَا تَكُونُ كَالَّذ۪ينَ نَسُوا اللّٰهِ فَأَنْسَاهُمْ أَنْفُسَهُمْ اُولَٰئِكَ هُمُ الْفَاسِقُونَ. İbrət alaq bu dərsdən. İbrət alaq Həşr surəsinin 19-cu ayəsində Allah bizə öğüd verir. Allah'ı unudanlara görə, unutduqlarına görə, Allah'ın da onları özlərinə unutduqları kimsələrə bənzəmin. Allah ki siz qəlbinizdə tutduğunuz Allah'ı unutmuşsunuz, qiyamət günündə də Allah sizi unutturacaq. Özünüzü unudacaqsınız. Bəzən adamlar var, Allah eləməsin, kefi əladır. Hadisə başına gələndən sonra deyir, mən özümü unuttum. Oğluna bir şey olur, Allah eləməmiş. Ailəsinə bir şey olur, insan deyir, vallahi da özümdən çıxdım da, artıq özümü unutmuşam. Hələ bu dünyada yox, Allah deyir, qiyamətdə məni unutduğuna görə səni unutturacam özünü. Sən özünü unudacaqsan, bilməyəcəksən kimsən. Şəxsiyyətin bilinməyəcək. Ayaqlar altına düşəcəksən. Hər kəs bu təhlükəli xəstəliyə düşər olarsa, insanlıq həqiqətləri unudulacaq. Təkəbbür xəstəliyi deyə yox. Özün bəyənmək xəstəliyi deyə yox. Mənəm demək xəstəliyi deyə yox. Sən özünü unutmasan, Allah'ı hər zaman başımın üstündə görəndə biləcəksən ki, bəli, bu cinayəti eləsəm Allah məni görür. Adam var deyir ki, filan rüşvəti mənə tində ver. Güya bunu kimsə görməyəcək, kamera çəkməyəcək. Əsl kamera Allah'ın kamerasını mələklərdə çəkir. Sən kimdən yayınmaq istəyirsən? Sən kimə özünü təqdim edirsən? Allah buyurur, gizlində etdiyiz günahları da mən bilirəm.
Amma nə yaxşı ki, Allah bizim eyiblərimizi açmır. And olsun Allah, Allah bizim eyiblərimizi açsa, bir-birimizin üzünə baxa bilmərik, xəcalət çəkərik. Sirlər açılsa, utanarıq bir-birimizdən. İkincisi, inkişaf etməməyimizin səbəbi nədir? Ürək, qəlb, gözü kör olur. Kur'an-ı Kerim buyurur Taha suresinin 124. ayesinde وَمَنْ أَعْرَضَ عَنْ ذِكْرِ فَإِنَّ لَهُ مَعِيشَةً دَنْكَا وَنَحْشُرُهُ يَوْمَ الْقِيَامَةِ أَعْمَى. Bu benim sözüm değil, Peygamberin de sözü değil. Kur'an-ı Kerim'in sözüdür. Ey Rabbim, kıyamet gününde bir kısım insanlar diyecek, ey Rabbim, ben dünyada gözle görürdüm, niye benim gözlerimi kör eledin? Axı mən dünyada görürdüm. Allah Teala buyurur ki, kulum görürdün ama sen kör idin. Zahirde görürdün. Sen həqiqətləri görə bilmirdin. Həqiqətləri görsəydik, biz batilə əyilməzdik. Bəzən bizim gözümüzün rəngi dəyişir. Əgər gözümüzün rəngi dəyişməsəydi, biz qaranı qara görərdik, ağı ağ görərdik. Batili batil görərdik, haqqı haqq görüb nahaqı nahaq görərdik. Bəzən insanların çoxu gözünün rəngi dəyişir. Günahların təsirindən artıq haqqı bəzən nahaq görür. Həqiqəti bəzən yalancı görür. Kamil insan, əgər mövzu budursa, kamil insanın təkamüllüyü bu yollardan keçir. Kamil insanı tanımaq istəyirsinizsə, Həzrəti Əlinin timsalında görün. Kamil insan olmaq istəyirsinizsə, Peyğəmbər kimi olmağı özünüzə tövsiyə edin. Son ana qədər Həzrəti Əliyə Rasulullah canın tapşırır, canın üstündədir. Peyğəmbər son can verəndə deyir, ümməti, ümməti, ümmətin düşünür. Amma biz nəyi düşünürük? Biz özümüzü düşünürük, bəzən özümüzü də unuduruq. Həzrəti Əli dünyasını dəyişəndə, can verəndə, canın üstündədir, ölüm ağır nəfəs, çətinlik çəkir. Deyir ki, Allah, Allah, fissalat, namazı düşünür. Bizim ümmətimizin günahlarının bağışlanmasını istəyir Həzrəti Əli. Kamil insan belə olur. Kamil insan həqiqətlərə çatır. Bilmirəm, indi gənc burada nəsil var. 1900 səhv eləmirəmsə 73-cü ildə Nəsiminin filmi verilirdi. Yəqin baxmısınız. Nəsimi filmi. Mən onun ədəbiyyatlarını oxumuşam, kitablarını oxumuşam. Nəsim haqqında poeziyalardan çox xəbərdaram. Amma filmi sizə mən təqdim eləmək istəyirəm ki, anlatmaq istəyirəm ki, Nəsimidə belə bir fikir var idi. Deyir ki, güclü, gücsüz insan yoxdur. Orada bir fragment var. Deyir, həyatda güclü, gücsüz insan yoxdur. Kamil insan var, bir də cahil insan. İki kategoriyaya ayırır. Cahil insan var, bir də kamil insan. Sonra bilirsin nə deyir, cahilin tərz həyatı heyvanların tərz həyatı kimidir. Heyvan necə yaşayır, cahil adam da bu cür yaşayır. Kamil isə cümlə aləmin sirrinə vaqif olacaq və heç nədən qorxmayacaq. Qılıncın qabağına getmək cürət istəyir. Deməli, qorxmur, bilir ki, mən ölməklə ölümsüzlüyə tərəf gedirəm. Qorxanlar kimdir bilirsiniz? Cahil adamlar. Yadda saxlayın. Bax, bunu sizə qardaş kimi deyirəm. Gördünüz ki, sizin dostlarınızdan biri qorxaqdır, ondan qaçın. Qorxaq adamla dostluq eləmin. Qorxaqdan heç vaxt kişi ola bilməz. Gördünüz ki, danışanda pıç-pıçla belə danışır. Mən bir dəfə danışırdım, gördüm, yavaş-yavaş mənə deyir, köhnə bir dostlarımdan biri vardı. Dedim, nəsə narahatçılıq var, dedi, yox, eşidərlər. Dedim ki, nə eşidərlər, burada nə danışırsan ki? Gördüm, qorxur, kölgəsindən də qorxur. Ona dedim, sabah görüşərik. Bir dənə telefonuna da bir dənə blok qoydum, getdi. Hələ bu günə qədər də görüşürük. Qorxaq adamla mənim nə işim var? Əgər yol çıxıb o mənə qorxaqlığı təşviq edəcəksə, kamil adam qorxmaz. Kamil adam ölümə düz baxar, həqiqətlərə düz baxar, vətəninə, millətinə, insanlığına, ailəsinə həqiqətən sevgi ilə yanaşar.
Bax, oğlanlarımız öldü, şəhid oldular. Onlar qorxaqlar değildi. Onlar iradəli insanlar idi. Onlar əsl kişi idilər. Onlar əsl mərd idilər ki, meydana çıxdılar erməninin top tüfənginə rəğmən heç nədən əl-yalın çıxaraq onlar erməniləri məğlub eləyib torpaqlarımıza sahib çıxdılar. Onlar igidlər idi. Qorxaq insan ibadətdə də qorxacaq. İbadətdə də qorxacaq. Kamil insan özünü toparlayıb və bilməlidir ki, sonu ölümdürsə, Allah məni görürsə, mənim həyatda kimdən qorxum ola bilər? Sən düz ol. Və belə bir fikirlə də fikrimi tamamlamaq istəyirəm. İkinci xutbəni də qısa qeyd eləyəcəm və burada qeyd eləmişəm, məndən dua da istəyiblər. İnşallah adları da qeyd eləyəcəm burada. Və sonda mən bunu qeyd etmək istəyirəm, əziz bacı və qardaşlarım. Bilin ki, Allah qeyrətli adamları sevir. Bilin ki, Allah qürurlu insanları sevir. Bilin ki, Allah Allah'tan qorxanları sevir. Vətəninə bağlı olanları sevir. İnsanlığa bağlı olanları sevir. Bir ömür yaşayırsan, amma kamil yaşayırsan, düz yaşayırsan, həqiqətlərlə yaşayırsan, o zaman sənin həm dünyan, həm ahirətin yaxşı olacaq inşallah. Allah'ın verək Muhammed, Ali Muhammedin xatirinə. Allah bizi kamil və doğru, həqiqi insanlardan qərar versin. Bu cümənin xatirinə Allah bura toplaşan bacı və qardaşlarımın qəlblərində yalnız və yalnız ilahi xofu, ilahi qorxunu yaratsın. İlahi qəlblərimizi yalnız ilahi zikirlə aram elə. Günahlarımızı bağışlanmamış bizi bu dünyadan aparma. Bizim eyblərimizi və sirlərimizi ört ya Rabbim. Ya Rabbim, xəstələrimizə, xəstəxanada olanlara acil şəfalar ver. Bizim bir dəyərli qardaşımız Hacı Bəxtiyar bugün açıq ürək əməliyyatındadır. Və indi mən də namazdan sonra dərhal ora gedəcəyəm. Allah nəsib eləsin, o bizim qardaşımızdır, əzizimizdir. Allah Teala Hacı Bəxtiyar və onun timsalında olan, xəstəxanada olan qardaşlarımızı, bacılarımızı tezliklə acil şəfalar versin. Hacı Arzu qardaşımın qaynatası dünyasını dəyişib və Naxçıvanda dəfn olundu. Mən də baş sağlığı dedim. O illərlə bizim məscidimizdə, bizlərlə çiyin-çiyinə dayanıb namaz qılır. Allah onun da qaynatasına, atasına rəhmət eləsin. Burada bir bacı məndən xahiş elədi. Mən məscidə daxil olanda dedi mənim övladıma Əli bala, övladının adı Əlidir. Əli balamızın da nə arzu istəkləri varsa həyata keçirsin. Allah'ın verirəm cəlalı xatirinə. Allah Teala bizi bir anda öz başına buraxmasın. Allah Teala övladı olmayanları övlad lütf eləsin. Borc olanların borclarını əda eləsin. Şəhidlərimizin ruhlarını şad eləsin. Qazilərimizə, yaralılarımıza, xəstələrimizə acil şəfalar versin. Allah bizi heç vaxt dostlarımızın yanında, ailəmizin yanında, xüsusilə Allah'ın huzurunda xəcalətli və baş aşağı etməsin inşallah. Bismillahirrahmanirrahim. Qul huvallahu ahad, Allahus samad, lem yelid və lem yulad və lem yekullahu kufuven ahad. Peyğəmbər camalına, şəhidlərin ruhlarına, ölənlərimizin ruhlarına salavatına yad eləyək. Çox sağ olun dəyərli qardaşlarım, bacılarım, əzizlərim. Allah razı olsun. Və mən ikinci xutbəni qısa bir fikirlə qeyd etmək istəyirəm. Dualar həqiqətən çox önəmlidir. Mən sonda dua etdim, siz də amillər dediniz. Çünki insan daim yaradanla rabitəni qurmalıdır və insan möhtacdır Allaha. Hər bir halda insan Allaha möhtacdır. Dualarda möhtacdır, yaşayışda möhtacdır. Allahla rabitə qurmaq çox da çətin məsələ deyil. Asan məsələdir Allahla rabitə qurmaq. Kimlə çətindir rabitə qurmaq? Çünki tərəf səni anlaya bilməyəndə çətin olur. Elə deyil. Bir nəfərə deyirsən ki, get filankəsi öldürüb, onu ilə bir danışıq elə. Deyir, o çətin adamdır, gedə bilmərəm. Əgər Allah səni başa düşürsə, sən Allahı anlaya bilirsənsə, Allahın huzuruna get. Milyon da günahların olsa Allah bağışlayacaq.
Çünki o bizə çox yaxındır. Bayaqları qeyd elədim. Ona görə Allah Teala buyurur ki, məndən istəyin. Ən üstün ibadət bilirsiniz nədir? Ən üstün ibadət duadır. Yadda saxlayın. Ən üstün ibadət duadır. Dua qələbənin açarıdır. Feyzin xəzinəsidir. Dua qurtuluş vasitəsidir. İxlas yoludur. İmam Sadiq Əleyhisselam buyurur ki, hədislərin birindədir, bəzən Allah xeyr olaraq müminin duasını gecikdirir. Mümin dua eləyir, Allah onun duasını gecikdirir. Niyə? Cümə gününə salır. Deyir ki, qulum, sən narahat olma, mən sənin duavı qəbul eləyirəm. Bir də bir şey deyim, istəyirsiniz ki, duanız tez qəbul olunsun, bir dənə Peyğəmbərdən hədis oxuyum, namaza başlayaq. Hər kəs duasının tez qəbul olunmasını istəyirsə və qəminin aradan getməsini istəyirsə, hansıza bir şəxsin çətinliyini aradan götürsün. Bir şəxsin çətinliyini aradan götürsən, qəmin aradan gedəcək, duan da tez qəbul olacaq. Allah inşallah bizləri tez dua qəbul olunmuşlarından qərar versin inşallah. Çox sağ olun.